İran İslam Respublikasının geopolitik analizini verəcəyik. Çalışacağıq ki, onun təhlilini aparaq. Hələ 1930-cu illərdə Karl Haushofer'in pan-ideyalarında Mackinderə əsaslanan geopolitik düstur, struktur, sxem verilmişdir ki, burada da məlum olduğu kimi Karl Haushofer'in Berlin, Moskva, Tokyo xəttində kontinental quru dövlətlərin, quru ərazinin su üzərində strateji, geopolitik, tarixi strateji üstünlüyünü təmin etmək üçün bu xəttin birliyini, geopolitik birliyini Karl Haushofer hələ 30-cu illərdə irəli sürmüşdü. Lakin bu xəttin Karl Haushofer'ə görə realizə olunması üçün geopolitik üçbucağa nəzarət vacib idi ki, bu üçbucaqda da Karl Haushofer'in verdiyi kimi Berlin, Moskva, Tokyoya qədər uzun, belə deyək, bütün kontinenti əhatə edən xətti üçün Berlin, Moskva, Tehran üçbucağına tam nəzarət etmək vacib idi. Pan-ideyalara görə hətta Mackinder'in də verdiyi Heartland, Rimland terminlərinə və onun parametrlərinə əsasən İran Rimland ərazisində yerləşir. Rimland ərazisində yerləşmək, yəni bu nə deməkdir? Heartlandın suya çıxışını təmin edir və suya çıxan ərazilərdə Heartlandın qonşusu olan ərazilər, yəni Rimland ərazilərdir ki, bunlar da iki identifik xarakteristikaya malikdir. Bu həm su identifikasiyasını daşıyır, həm quru kontinental identifikasiyaya malikdir ki, Cənubi Avrasiyanın cənubunda bunu öz öhdəsinə götürür İran, indiki İran İslam Respublikası. İran İslam Respublikasının geopolitik identifikasiyasını biz tarixi təcrübədən onun təsir rıçaqlarını, yaxın və orta şərqi təsir rıçaqlarını vermək üçün tarixi təcrübədən yararlanmalıyıq. Tarixə müraciət etsək, 1950-ci illərdən artıq 55-ci ildə Bağdad Paktı kimi yaradılmış, sonralar CENTO, yəni Central Strategic Organization mərkəzi müqavilə təşkilatı kimi sanki ABŞ-ın qərbdə, Şimali Atlantikada NATO-nun davamı kimi Hind okeanında CENTO təşkilatı, bu təşkilatın da rəhbər dövləti, yəni regionda bu təşkilatın bütün proyeksiyasını, bütün modelini öz üzərinə götürmüş dövlət Məhəmməd Rza Şah Pəhləvinin İran monarxiyası idi, İran dövləti idi. İran dövləti CENTO-nun, yəni məlum olduğu kimi, nəinki aparıcı dövlətlərindən biri idi. Həmin əraziyə mütləq sahib olan, mütləq nəzarət imkanına malik dirjava, yeganə regional dirjava idi. Çünki bu dövlət bir daha 80-ci illərdə bunu sübuta yetirir tarix. Çünki 80-ci ildə artıq 79-da, üzr istəyirəm, 79-da artıq CENTO-dan çıxdığını elan etdikdən sonra İran və İransız CENTO-nun heç bir işə yaramayacağı tarix göstərdi və İrandan sonra dərhal digər CENTO üzvləri özlərini demək olar ki, pat vəziyyətində hiss etdilər və CENTO-dan ayrıldıqlarını bildirdilər. Çünki artıq onsuz da İransız CENTO heç bir əhəmiyyət kəsb etmirdi. Bu CENTO harada yerləşirdi? Mackinder'in qızıl ayparası var idi ki, soyuq müharibə dövründə həmin aypara xətti üzrə demək olar ki, kontinental Heartland deyilən ərazi ki, elə Mackinder özü adlandırmışdı bunu, yəni ürək ərazi, ürək land. Bu ərazi
cənub və şərqdən, qərbdən, cənubdan bir zolaqla, anakonda deyilən bir zolaqla, yəni qızıl aypara ilə əhatələnməli idi ki, soyuq müharibə dövründə ABŞ-ın bütün qoşunları, yəni yerləşmə xəttinə fikir versək biz NATO-dan, CENTO-dan, SEATO-dan və Yaponiyaya qədər eyni anakonda ilə bu nəzəriyyəyə əsasən hərəkət edirdi, yerləşdirilirdi. Lakin İran İslam Respublikasında, İran İslam İnqilabı baş verəndən sonra İran İslam Respublikası qurulduqdan dərhal sonra CENTO-nun dağılması İranın geopolitik əhəmiyyətini bu regionda tarixi reallıqdan sübut etmiş oldu. Belə ki, İran İslam Respublikasının indiki ərazisi, İran ərazisi hələ Əhəmənilər dövründən, eramızdan əvvəl 7-ci əsrdən hətta hesablasaq, Midiyanın, Əhəmənilərin siyasi ekspansiyasını, hərbi siyasi ekspansiya xəttlərini nəzərə alsaq, İranın yerləşdiyi ərazi, İranda qurulmuş bütün dövlətlər münbit torpaqlar üçün qərbə, yəni dərhal qonşu indiki İraq ərazisində, İraq Respublikasının ərazisi sayılan Mesopotamiya, iki çayırası Şumer Akkad ərazisinə, əsasən Şumer ərazisinə, çünki suvarma əkinçiliyi ilə, yəni oturaq əkinçiliyi ilə məşğul olan torpaqlar ora idi və İranda yaradılmış bütün həmin dövrün qədim dünyanın dövləti, qədim dövlətlər eyni ilə Zagros dağlarından qərbə hərbi ekspansiya edirdilər. Bəs düşünmək olar ki, bu digər ərazilərə nə üçün hərbi ekspansiya, hərbi siyasi ekspansiya mövcud olmamışdır? Qərbdə, İrandan şərqdə Əfqanıstan ərazisi yerləşir ki, tamamilə dağlıq ərazidən ibarət olan bir ərazidir və orada uzun sürən, itkilərlə müşayiət olunan, hətta qələbəyə çatdırılan müharibə belə demək olar ki, dağlıq ərazidə qalibiyyət və bu ərazilərdə heç bir resursun, yəni həmin dövrdəki Əhəmənilərə lazım idi. Münbit torpaqlar, orada oturaq ərazilər və struktur dövlətin, yəni quldar dövlətin sivilizasiyanın həmin o palasa ki, Dugin deyir, quldarlıq palasası kəməri ki gedir, o kəmərdə oturaq paytaxt struktur qurmaq üçün yararlı olan ərazi deyildi Əfqanıstan və Əfqanıstanda məğlubiyyətə bərabər qələbə hər halda heç bir rasional məntiqə sığmırdı. Ona görə də İranda, yəni tarixi ekspansiya şərqə doğru baş verməmişdi və çox həvəssiz, nadir hallarda bu hadisə ilə rastlaşırıq biz. Lakin İranın müdafiəsiz qalan əraziləri də elə məhz şərqdən və şimal-şərqdən baş verir ki, buradan hücum təhlükəsi gözləmək elə İranın həmin ərazilərin maraqsızlığından irəli gəlirdi. Belə ki, Türkmənistanla dərhal dağlıq sərhəddən bilirsiniz ki, şimalda Elbrus dağlarından şimala artıq susuz səhralar, qumsallıq səhralar, subtropik səhralar başlayır ki, bunlar da İran üçün İranın marağında olmayıb tarixin heç bir dövründə və Turan sayılan, yəni Firdovsinin belə adlandırdığı Turan sayılan bir ərazilər idi şimalda. Bunu sonralar bu Turan-İran qarşılaşmasını Aleksandr Geriç Dugin Rus geopolitikasında daha qabarıq, təhlilli formada verəcək. Firdovsinin hələ o vaxtlar qeyd etdiyi bu Turan ərazilərə İran dövlətçiliyinin tarixi təcrübəsində maraq ümumiyyətlə az olmuşdur. İranın yaxın və orta şərqə, xüsusilə Zagros dağlarından qərbə onun təsir rıçaqlarının güclü olması bu günlərimizdə də, yəni bizim məlum olduğu kimi 2011-ci ildən
Suriyada başlamış daxili vətəndaş müharibəsi 2014-cü ildə məlum avqust-sentyabr əməliyyatları zamanı demək olar ki, paytaxt Dəməşq şərqdə Şam adlanan Şam şəhərinin, Dəməşq şəhərinin tamamilə təhlükəsiz vəziyyətə gətirilməsində, çünki o artıq Bəşər Əl-Əsədin hətta hakimiyyəti tərk edib digər qonşu ölkələrə qaçması haqqında məlumatlar gəzirdi mediada. Belə təhlükəli vəziyyətdə məhz İranın rıçaqları ilə bilirsiniz ki, Livan Respublikasının cənubunda möhkəmlənmiş Hizbullah təşkilatının yaxından köməyi və açıq döyüşlərə müdaxilə etməsi, döyüşlərə girməsi ilə paytaxt ərazilərdə və digər iri şəhərlərdə təşəbbüs, hərbi təşəbbüs, döyüş təşəbbüsü hakim qrupun, Bəşər hakimiyyətinin, Bəşər Əsəd hakimiyyətinin xeyrinə xeyli dəyişdi və Bəşər Əsəd hakimiyyəti siyasi dividend əldə etdi və böyük ümidlər hesabına yenidən Qərblə danışıqlarda, danışıq stolunda artıq daha inamla oturmağa başladı və məhz bu hadisə İranın yaxın və orta şərqdə təsir rıçaqlarının, İran geopolitikasından doğan təsir rıçaqlarının gücündən xəbər verirdi. Eyni ilə 2004-cü ildə Müqtada Əs-Sədr, bu media onu belə adlandırırdı, elə heç təsadüfi deyil, İranın adamı adlanırdı. Müqtada Əs-Sədr böyük şiə üsyanı təşkil edir Nəcəfdə 2004-cü ildə və məhz İranın arzu etmədiyi, yəni Səddam Hüseynindən sonra post-Səddam, post-Hüseyn dövründə hakimiyyətə gəlmiş müvəqqəti hökumət ki var idi, əsasən kürdlərdən ibarət idi. Bu müvəqqəti hökumət ki, yaxından kömək etmişdilər Amerikalılara ki, Saddam Hüseyni devirib, cəzalandırmaq, onun bütün hakimiyyət infrastrukturunu, hakimiyyət strukturunu tamamilə dağıtmaq və həmin insanlar ki, Saddam Hüseyni ilə bir yerdə məmur vəzifələrində çalışmış, müxtəlif vəzifələrdə çalışmışlar, onların cəzalandırılmasında yaxından köməklik göstərmiş həmin müvəqqəti hökumətin məhz İranın arzu etmədiyi üçün devrilməsi baş verdi. Və bu İran İslam Respublikasının, yəni İranda yerləşən hər hansı bir dövlətin rıçaqlarının geopolitik əhəmiyyətinin, İran ərazisinin geopolitik əhəmiyyətidir ki, rıçaqlar daha möhkəm təsir edə bilir yaxın və orta şərqə. Yaxın şərqdə, xüsusilə Zagros dağlarından qərbdə, Mesopotamiyada həmişə Əhəmənilərdən hətta bizim eranın 6-cı, 5-ci, 6-cı əsrlərinə qədər Sasanilərin tam məğlubiyyətinə qədər İranda yaradılmış dövlətin Zagrosdan qərbdə möhkəmlənmək gücü daha belə deyək, qabarıq, daha mükəmməl formada tarixi təcrübədə özünü göstərir. Belə ki, bu da həm də eyni ilə İranda, yəni farsların digər əraziləri ki, öz okupasiyası altına alırlar. Orada həmin ərazilərdə avtonom siyasət, avtonomiya verməklə yerli mədəniyyətlərə hörmət müqabilində bu dəstəyi alırdılar. Çünki İranda Zagrosdan qərbdə möhkəmlənmədən, yəni bu indiki İraq Respublikasının ərazisinə düşür. Orada möhkəmlənmədən gedib Aralıq dənizinə çıxmaq, bilirsiniz ki, Əhəmənilər Misirə gedib çıxıb, şimal-qərbdə Yunanistana, hətta skiflərlə döyüşlər Qara dənizin şimalında, şimal-qərbində baş vermişdir. Yəni oralara gedib çıxmaq üçün
həmin Şumer ərazilərində ki, indiki İraq Respublikasının ərazisidir, orada xalqın dəstəyini, yerli əhalinin, yerli insanların dəstəyini almadan, orada möhkəmlənmədən və arxayın orada lojistik yerləşmə təşkil etmədən bu mümkün deyildi, bu uzağa getmə mümkün deyildi geopolitik olaraq. O ki, qaldı İran İslam Respublikasının daxilində geopolitikasına, daxilində geopolitik strukturuna bir şey demək lazımdır ki, İran İslam Respublikasının geniş ərazisində iki nəhəng, böyük, duzlu səhralar yerləşir ki, Dəşti Kəbir və demək olar ki, mərkəzindən, Qum şəhəri yaxınlığından digər şərqdə Məşhəd yaxınlığına qədər uzanan və onun şimal-şərqdən şərqə, Zahidana, cənub-şərqə qədər uzanan Dəşti-Lut səhralarıdır ki, burada ümumiyyətlə yerləşmə demək olar ki, yoxdur və olduqca çətin, ekstremal struktura malikdir həmin duzlu səhralar. Lakin İran İslam Respublikasının, yəni İranın geopolitik vəziyyətində qərbdən onu həmişə qoruyan dağlar ki, Zagros dağlarıdır. Bu Zagros dağlarının nəinki İranı müdafiə etdiyini biz tarixi təcrübədə görürük. Hətta bəzən İran İslam Respublikasının hətta İran-İraq müharibəsində hücumlarını da ləngitdiyini, yəni Zagros dağlar silsiləsi, Zagros dağ silsiləsi eyni ilə həm İrana müdaxiləyə cəhd edən tərəfə maneə yaradır, ciddi maneə yaradır və Zagros dağları İranın şimal qərbindən cənub-şərqinə qədər uzanır və böyük ərazidə İranı qərbdən olan hücumlardan qoruya bilir. Digər dağ silsiləsi Elbrus dağ silsiləsidir ki, bu ərazini tutmaq əsasən Heartlanddan, Makinderin terminləri ilə desək, Yevrasiya, Yevrasiyanın, Avrasiya prostansı məkanının cənubundan gələn, yəni şimaldan, İranın şimalından gələn, İrana qarşı olan zərbələrdən, hücumlardan həmin ərazilər onu qoruya bilirlər. Digər dağ silsiləsi həmin Elbrus dağ silsiləsinin cənub yamacı ilə uzanan və Zahidana qədər gedib çıxan, Zahidanda alçaq təpəliklərlə əvəz olunan İranın şərqində yerləşən dağlardır ki, bunu da İranın şərqindən onu mühafizə edir. Stratfor bir Amerika Birləşmiş Ştatlarının demək olar ki, kölgə MKİ, kölgə CIA adlandırılan Stratfor siyasi təhlil mərkəzi, beyin mərkəzlərindən biridir. Onun direktoru George Friedman öz qeydlərində deyir ki, İran İslam Respublikasının geopolitik vəzifələri George Friedmana görə aşağıdakilərdir. Belə ki, Zagros dağlarını və şərqdəki dağ silsilələrini və Elbrusu farslar öz əlində saxlamağa borcludurlar. Çünki onlardan şərqdə, onlardan mərkəzə, həmin bu dağlardan içəri farslar üçün təhlükəsiz, yəni İran üçün təhlükəsiz ərazi yoxdur. Bunu George Friedman deyir və əslən Yahudidir bu təhlilçi. Və George Friedmanın qeydlərindən əlavə Alexander Geliç Dugin hesab edir ki, ABŞ-ın Avrasiya ittifaqına qarşı ABŞ-ın həm də Yaxın və Orta Şərqdə həyata keçirməyə çalışdığı və məhz İranın müqaviməti ucbatından yubandığı, artıq ciddi müqavimətlə qarşılaşdığı Böyük Orta Şərq layihəsi
buna müqavimət göstərmək və bu layihəni tamamilə darmadağın etmək ABŞ-ı, yəni ABŞ-ın simasında bütün dəniz dövlətlərini, dəniz geopolitikasına malik dövlətləri, quru geopolitikaya malik dövlətlərin ərazilərindən, onun əhatəsindən tamamilə vurub sıxışdırıb çıxartmaq üçün Moskva-Tehran yaşıl xətt reallaşmalıdır. Yaşıl xəttin reallaşması dəniz dövlətlərinə tamamilə yeni iqtisadi şərtlər, yeni siyasi diktələrlə danışıqlar təklif edir. Bu, əlbəttə ki, böyük risk, böyük toqquşmanı gözə almaq tələb edir. Lakin Aleksandr Geriç Dugin hesab edir ki, Hörmüz boğazının bağlanması və Hörmüz boğazının bağlanmasına məhz Heartlandın, Rusiyanın, yəni quru torpağın yaxından dəstək verməsi, hətta öz işi hesab etməsi, özü orada iştirak etməsi su ərazilərinin, su dövlətlərinin, su imperiyalarının, yəni bu da əsasən Amerika Birləşmiş Ştatları və bəzən İngiltərədə onun müttəfiqi kimi Anglo-Sakson dünya görüşünün əleyhinədir bu nəzəriyyə. Yəni quru torpaqların, yenə biz Duginin terminlərinə desək, tellurokratiyanın, quru torpaqların tallasokratiyaya, su imperiyalara qarşı müharibəsidir. Onun deyimi ilə bütün beynəlxalq münasibətlər tarixi bu iki geopolitik prostranstvanın, məkanın toqquşması kimi qeyd edir və burada əsas rolu oynayır Rimland əraziləri ki, bu quru torpağın, yəni Avrasiyanın sahil xəttlərini təşkil edir və burada daha cəlbedici ölkə kimi İran var ki, həm su dünyasının, həm quru dünyasının, quru fəlsəfənin, siyasi fəlsəfəsinin identifikasiyasını özündə birləşdirir. Yalnız İranın kimin tərəfində çıxış etməsi gələcək beynəlxalq münasibətlərin şərtini, artıq istiqamətini, taleyini həll edə bilər. Bunu həm George Friedman, həm Mackinder, Karl Haushofer, həm də Aleksandr Geriç Dugin öz baxışlarında, əsərlərində qeyd edirlər. Lakin İran İslam Respublikasının digər rıçaqları biz nəzər salsaq, Fars körfəzi neft kranı adlanır. Neft kranı adlanır, yəni bu heç də o demək deyil ki, neftli ərazilər bütün Fars körfəzi ölkələrinin bütün ərazilərindən çıxarılır. Xeyr, əlbəttə ki, bu şelf zonadan çıxarılan və şelf zona və sahil xətt tamamilə, baxmayaraq ki, Birləşmiş Ərəb Əmirliyində, Küveytdə, Qətərdə hakimiyyət İran İslam Respublikasına, İran İslam rejiminə tamamilə zidd, sünni dünya görüşünə malik insanların əlindədir. Bu ərazilərdə, yəni bu sahil xəttdə yerləşənlər isə tamamilə İran İslam Respublikasının məhz indiki rəsmi məzhəbi Cəfəri şiəliyinin daşıyıcıları olan şiələrin fərqi yoxdur. Ərəb şiəsi, Kürd şiəsi həmin şiələrin məskunlaşdığı ərazilərdir ki, və məhz bu ərazilərdə çıxa biləcək, baş verə biləcək toqquşmalar, baş verə biləcək vətəndaş itaətsizliyi olduqca ağır vəziyyətə sala bilər. Həmin hakimiyyətləri, sünni hakimiyyətləri ki, xüsusilə ABŞ-ın simasında Sealand
yenə Duginin terminlərinə müraciət etsək, Tallasokratiya Yunan dilində, yəni su hakimiyyəti, su imperiyalarının tamamilə buyruqları ilə hərəkət edirlər və siyasi xətt götürüblər, siyasi beynəlxalq münasibətlərdə siyasi addımlar reallaşdırırlar. Tamamilə ABŞ-ın simasında su imperiyalarının arzu və istəklərinə uyğun, nəinki arzu və istəklərini nəzərə alırlar, arzu və istəklərinə uyğun hərəkət edirlər, bütün siyasi həyatlarını bunun üzərində qurublar. Və 2011-ci ildən başlayaraq artıq yüz minlərlə insanın həlak olması ilə nəticələnmiş, hələ də müşayiət olunan Suriya vətəndaş müharibəsi artıq İraqa da 2014-cü ildən Mosulun işğalı ilə keçdi. Həmin vətəndaş müharibəsinin Tallasokratiyanın ABŞ-ın simasında su imperiyasının əleyhinə çevrilməsi məhz İran İslam Respublikası, yəni İran geopolitikası kimi Rimland ölkəsinin su ölkələrini deyil, quru ölkələrini, yəni fikir verin, su ölkələrinin tərəfini saxlaya bilən və bir vaxtlar saxlamış, Tallasokratiyanın tərəfində Sentonun rəhbər dövləti olmuş İran İslam Respublikası, İran dövləti, Şah İranından söhbət gedir əlbəttə ki, indi artıq Moskva ilə yaxınlaşmaq xətti götürür və həmin müharibə ki, yaxın şərqdə baş verib, Tallasokratiyanın arzu və istəkləri səviyyəsində müharibə baş verdi və müharibə davam etdi. Müharibənin gedişatını Aleksandr Geriç Duginin terminləri ilə desək, Suxaputni, quru dövlətlərin, quru Heartlandın, land power, quru gücün xeyrinə dəyişməkdə İran İslam Respublikasının tutduğu siyasi mövqe burada xüsusi qeyd olunmalıdır. İran İslam Respublikasının Sipahi Pazdaran İnqilab-ı İslam Azərbaycanda sadəcə yəni İsipah kimi tanınır. Media bunu Sipah kimi qeyd edir. Sipaha bağlı Nuriye Quds, yəni bu təxminən belə tərcümə olunur. Yəni Qüdsün gücü, Qüdsün qüvvəti, Qüdsün yəni reallaşması, realizə etməsi özünü Sipaha bağlı bir gücdür və tamamilə İran siyasi maraqlarını İraqda və hətta Livanla sərhəd Suriya ərazilərində qoruyan bu silahlı qüvvələr çox qısa zamanda 2014-ün avqustundan artıq 2015-in əvvəllərində tamamilə Bəşər Əl-Əsədin təşəbbüsü böyük şəhərlərdə təşəbbüsü öz əlinə almasına və müharibəni oturaq vəziyyətə, artıq stasionar mövqe müharibəsinə keçirməsinə kömək etdi. Müharibənin Bəşər Əsəd tərəfindən artıq panika şəklini tamamilə dəf etdi, tamamilə yox etdi. Yəni bu tamamilə yəni Əsəd hakimiyyəti tamamilə İran İslam Respublikasının rıçaqlarına borcludur. Bu bir mənalıdır. Bu həm Hizbullahın simasında, həm adını çəkdiyim və əslən Azərbaycandan, Cənubi Azərbaycandan olan Qasım Süleymaniyyə təşəkkür etməlidir. Əsəd hakimiyyəti, həmin o Qüds gücünün rəhbərliyi, eyni ilə İraqdakı şiələri Tallasokratiyanın dəniz güclərinin xeyrinə döyüşən İraq Şam İslam dövləti, IŞİD, sonralar adını sadəcə İslam dövləti kimi dəyişdirdi. Bu kriminal bir qruplaşmanın, terrorizmlə populyarlaşmağı sevən bir qruplaşmanın və
tallasokratiyalı burjuaziyaların, iri oliqarxların, iri maqnatların çirkli pulları yumasına, silah alverinin reallaşmasına və qeydiyyatdan kənar pul dövriyyəsinin, əmtəə pul dövriyyəsinin həyata keçirilməsinə xidmət edən və ucuz nefti qeydiyyatdan kənar İsrail kimi tallasokratiyanın xeyrinə addımlar atan Rimland ölkəsi üçün çalışan bir terrorist qruplaşmadır. Bu özünü İslam dövləti adlandıran bu qurum və bu qurumun Aleksandr Geriç Duginin təbirincə desək, Suxaputnıy quru dövlətlərin, quru gücün xeyrinə, əsasən o Heartland deyəndə Velikoruss ərazisi, Zemlya Rusi ərazisini indiki Avrasiya ərazisini nəzərdə tutur ki, bu da əsasən həm pravoslavlığı, həm Fin-Uqor həyatını, həm İslam düşüncə tərzini, həm də Turan türk təfəkkürünü, dünya görüşünü, fəlsəfəsini özündə birləşdirir. Bu Yevrazistva, adlanan Avrasiya hərəkatı deyilən bir şey və həmin hərəkatın rəhbəridir Aleksandr Geriç Dugin və İran və Moskvanı birləşdirən cəhətləri, onların maraqlarını punktuallıqla verəsi olsaq və buna məcburuq, bunu vermək lazımdır. Çünki ümumi geopolitik maraqları üst-üstə düşməsi hələ ideoloji üst-üstə düşmək demək deyil. Biz bunu tarixi təcrübədə görmüşük. Çünki həm Sovet Stalini, Qırmızı Sovet İttifaqı və Nasional Sosialist Hitler Almaniyası baxmayaraq ki, tamamilə sea power, dəniz gücünə, dəniz landına, dəniz dövlətinə, imperiyalara, Morski Mogущество Geriç Dugin deyir, dəniz həşəmətinə qarşı dövlətlər idi. Bu dövlətləri birləşdirən geopolitik maraqlar idi. Lakin tarix göstərdiyi kimi İkinci Dünya müharibəsində quru ərazilər tarixi bir məğlubiyyət yaşadılar və liberalizm həm nasionalizmin, həm marksizmin üzərində tarixi qələbə qazandı və Fukuyama bundan bəhrələnərək ilhama gəlir və tarixin sonu adlandırır liberalizmin qələbəsini ki, bundan o tərəfə artıq, liberalizmdən o tərəfə heç bir tarix yoxdur. Amma biz bundan dərs çıxarıb İran İslam Respublikası kimi şiə dünya görüşünü və Rusiya Federasiyası kimi özünə məxsus qeyri-ənənəviliyə malik, elə onun ənənəviliyi də onun qeyri-ənənəsindədir, qeyri-ənənəviliyindədir. O, belə bir özünə məxsusluğa malik dövlətlə ideoloji siyasi maraqları birləşdirmək lazımdır ki, bunu da politoloqlar, elə həm İran politoloqları, həm siyasi xadimlər, həm də Rusiya politoloqlar, Osipoviç, elə Dugin, elə Nartov, geopolitiklər bunları aşağıdakı kimi qeyd edirlər, belə ki, həm İran, həm Rusiya, rəsmi Moskva, rəsmi Tehran heç bir halda Gürcüstanın Amerika Birləşmiş Ştatlarının Qafqazdakı İsraili formasına gəlməsinə razı deyil. Tamamilə bunu nonsens hesab edirlər. Tamamilə arzularının əleyhinədir. Gürcüstan, Amerika meyilli Gürcüstan tamamilə bir mənalı və güzəştsiz şəkildə həm rəsmi Tehranın, həm rəsmi Moskvanın marağında deyil.
Azərbaycan və Ermənistana hər iki dövlət eyni məsafədə dayanırlar. Hər iki dövlət Azərbaycan və Ermənistanın yalnız Amerikadan uzaq qaldığı təqdirdə onların belə deyək, daxili işlərinə qarışmamağı, onlarla münasibətdə həssaslıq nümayiş etdirməyi üstün tuturlar və hər iki tərəfin, həm rəsmi Moskvanın, həm rəsmi Tehranın tamamilə maraqlarına zidd, bu ölkələrin hər hansı birinin rəsmi Vaşinqtona, Qərbə, Tallasakratiyaya, dəniz güclərinə yaxınlaşmasına yəni ümumiyyətlə arzu etmirlər. Ümumiyyətlə bu nonsensdir. Belə bir şey mümkün deyildir. Orta Asiyada isə ABŞ bazalarının tamamilə ləğvinə, tamamilə bağlanmasına, həm geopolitik, həm sosial, siyasi mənada arzu etdiklərini dəfələrlə, yəni həm ayrı-ayrı məmurların, vəzifəli şəxslərin, siyasi xadimlərin dilindən, həm də dövlətə yaxın, siyasi hakimiyyətə yaxın medianın səhifələrində açıq-aşkar biz görə bilərik. Həm bir məsələni burada xüsusi qeyd etmək lazımdır. Əlbəttə 2000-ci illərin əvvəllərində həm Rusiyanın, həm İranın orada fəallaşan Taliban, yəni radikal, olduqca radikal, kəskin xarakterə malik bir ideologiya, intensiv və gözlənilməz, neadekvat, gözlənilməz hərəkətlərə edən Taliban hərəkatı, sünni hərəkatı həm Tehranı ehtiyat tədbirləri görməyə və bunun üçün artıq xərc və diqqət çəkməyə məcbur edirdi. Rusiya daxilində bilirsiniz ki, Rusiya müsəlmanları böyük əksəriyyəti sünnidirlər və hətta Aleksandr Giliyeviç Dugin bunu xüsusi qeyd edir ki, Sovet İttifaqı ərazisində yeganə Azərbaycan Respublikası idi, Şiə idi və tamamilə sünni müsəlmanlardan ibarət, yəni müsəlman hissəsi sünni müsəlmanlardan ibarət olan Rusiya Federasiyası Talibanın Rusiyanın cənub sərhədlərində belə fəallaşmasına və kəskin hərəkətlər etməsinə, özünün isə ağır iqtisadi vəziyyətdə olmasına, bütün bu şərtləri nəzərə alarkən həm də onların marağında idi ki, bunu ABŞ-ın gücü ilə, yəni bunların özləri də qəbul edirdi ki, ABŞ-ın gücü ilə bu belə deyək, bu bəlanı neytrallaşdıra bilsinlər. Eyni ilə İslam Respublikasının, İran İslam Respublikasının qərbində onunla tamamilə güzəştsiz bir düşmən Səddam Hüseyn dayanmışdı ki, Səddam Hüseynin Amerikanın əli ilə devrilməsi, cəzalandırılması, edam edilməsi hər halda bütün parametrlərlə baxdıqda, baxmayaraq ki, ABŞ ordusu birbaşa İran İslam sərhədlərinə, İran İslam Respublikasının sərhədlərinə çıxdı və İran İslam Respublikası bundan olduqca narahat idi. Həm Əfqanistanda, həm İraqda Amerikanın demək olar ki, birbaşa İran İslam Respublikası ilə sərhədinə çıxması, birbaşa ABŞ-la həmsərhəd olması 2005-ci ildə seçkilərdə özünü göstərdi və reformator, texnokrat hökumət adında bir hökumət var idi, Xatəmi hökuməti idi və tamamilə gözləmədiyimiz bir halda 2005-ci ildə mühafizəkarların çox radikal, kəskin nitqlərə malik
Mahmud Əhmədinecad hakimiyyəti baş verir və bu Mahmud Əhmədinecad prezidentliyi dövründə yəqin ki, hamınız xatırlayırsınız, hətta yəni İsrailin tamamilə fiziki olaraq silinməsi demək olar ki, bütün nitqlərində, bütün jurnalistlərlə, media ilə qarşılaşdığı bütün addımlarda, bütün anlarda bunu deməkdən hətta xoşlanırdı Mahmud Əhmədinecad və həmin dövrdə eynilə İran hakimiyyətində çox güclü, çox ciddi şəkildə avtokratik mərkəzə qaçma baş vermişdi və lakin İranda həm də qəbul edirlər ki, ABŞ-ın ora belə deyək, Gelevich Dugin təbirincə deyəsək, arxamodern pluralizm gətirməsi İrana qol-qanad açmağa imkan verdi. Necə? Obama Amerikan qoşunlarını oradan çıxaran kimi və hətta ondan da əvvəl hakimiyyətin şiə hakimiyyətinə keçməsinə, yəni müvəqqəti hökuməti ki, Amerikanlar orada qoymuşdular, müvəqqəti hökumətin devrilib şiələrdən ibarət, yəni üstünlük şiələrdə olan bir hökumətə keçməsinə çalışması və buna nail olması. Bundan sonra bilirsiniz, Maliki hökumətindən söhbət gedir və Maliki hökumətindən sonra İbadi və yaxud Obadi kimi mediada gedir. Yeni bir şiə hökuməti ilə əvəzlənməsini, hətta bundan Türkiyə Respublikasının, yəni bilirsiniz ki, bir balaca konfessional həyat tərzinə, sakral həyat tərzinə malik prezidenti Recep Tayyip Erdoğan tamamilə sekulyar həyat tərzindən uzaq bir insandır və onun hətta nitqlərində də biz görürük ki, narazıdır. Yəni Erdoğan dini mənsubiyyət baxımından sünni sayıla biləcək istiqamətin nümayəndəsidir və bunu açıq-aydın hətta dilinə də gətirirdi. Obadi hökumətindən narazı olduqlarını, hətta Maliki hökuməti ilə Türkiyə hökumətinin arasında ciddi konfliktlər baş verirdi. Diplomatik yəni konfliktlər yaşanmışdı. Obadi hökumətinin artıq İran İslam Respublikasının İraqda möhkəmlənməsini ona bu suallarla müraciət etdikdə hətta gülüşlərlə qarşılaması və sanki adi halmış kimi, çünki orada şiələr belə qəbul edir ki, bu geopolitik olaraq İranın Zagros dağlarından qərbdəki torpaqlarıdır və yenidən biz yekun olaraq İran İslam Respublikasının geopolitik vəzifələrini qeyd etmək yerinə düşər ki, bunu yenə Stratfor, ABŞ-ın Stratfor mərkəzi, beyin mərkəzi bunu direktor George Friedman qeyd edir. Bu ərazilərdə, bu qutunun içində farslar öz geopolitik ərazilərini saxlamalıdırlar və etnik azlıqların ən böyük çaxnaşması belə bu dağlar farsların əlində qaldığı müddətdə ən böyük çaxnaşma belə ciddi təhlükə yaratmayacaq. O vaxta qədər ki, farslılar bu əraziləri, bu qutu sayır George Friedman, bu dağları əldən verməsinlər. Və bu dağların əldən getməsi artıq o dağlardan içəridə farslar üçün təhlükəsiz adında torpaq olmayacaq, yoxdur. Və İran geopolitikasını qərbdən onun bir vəzifəsi kimi Şəddül Ərəb çayı boyunca nəzarət xətti yerləşdirmək və Zagros dağlarının
hətta özünü tam təhlükəsiz şəkildə nəzarət etməyi qeyd edir. İran İslam Respublikasının geopolitik mövqeyinin təhlilinə çalışdıq. Bu qədər.